Onu da sizə deyim əzizlərim, yadınızda qalsın. Xanım Fatimə Zəhra salamullah əleyhanın qapısının yandırılması və o təfsilatı ki var müsibət, orada ola bilsin ki, bəzi müsəlman alimləri nəsə desin qəbul eləmirik, ola bilər. Ola bilər, qulaq asın, gör nə deyəm, axıra kimi qulaq asın, məqsədim var. Amma bir dəstənin əllərində od və alov Xanım Fatimə Zəhra salamullah əleyhanın qapısına gəlir. Bu qapını yandırarıq deməsində ixtilaf yoxdur ya, yadınızda qalsın. Fərqi hissələdiniz nə dedim? O müsibətin təfsilatı, düz deyib, biz inanırıq, bizim əqidəm inanmasaydı bizim burada nə işimiz var? Məlumdur, biz üçün məlumdur. Biz üçün elə usul-u kafidə bir mötəbər hədisimiz İmam Sadiq əleyhissalamdan kifayətdir ki, buyurdu ki, mənim anam Fatimə Siddiqətün şəhidə. Mənim anam Fatimə Siddiqədir, doğrucudur və şəhidədir, şəhiddir. Bu biz üçün bəs kifayət edir bizə. Amma mən deyirəm ki, hələ bu təfsilatı qəbul eləməyən belə alimlər məzhəbindən asılı olmayaraq, məşrəbindən asılı olmayaraq, hansı məktəbdən su içib məktəbin əlindən fərq eləməz. Bura qədərində hamı müttəfiqdir. Bura qədər hamı müttəfiqdir ki, bəli, bir dəstə qövm əllərində od, alov gəldilər xanım Zəhranın evinin qabağına, dedilər ki, əgər evin içindəkilər beyyət eləməsə, evi yandıracaq. Dedilər ki, evdə Fatimə var. Dedi, vəlau, yəni olsa da belə. İndi yandırdı, yandırmadı, hə, bunda bəziləri çəkilib dala. Amma bura qədərində ittifaqdır, əzizlərim. Sizi and verirəm Allaha, bura qədəri bəs eləmir. Sizi and verirəm Qur'an-ı Kərimə, bu qədəri bəs eləmir. Heslab fərz eləyək, tutaq ki, heç yandırmayıblar, amma bu qədəri bəs eləmir ki, əlvə od götürəsən, alov götürəsən, gələsən Cəbrail izin alan qapıda dayanasan, deyəsən ki, mən bu evi və evin içindəkilərin yandıracaq. Bu qədər bəs eləmir, biləsən ki, kim kimdir? İndi buna nə cavab verərlər, buna kim nə cavab verər? Yəni buna, yenə deyirəm, əgər bunu da inkar eləsə, bu qədərini inkar eləyən, ümumiyyətlə tarixdən xəbəri yoxdur. Ümumiyyətlə İslam ədəbiyyatından xəbəri yoxdur, İslami hədislərdən xəbəri yoxdur. Bu qədərini inkar eləyən, bu qədəri. Bu ortaqdır, bu müttəfiqdir. Buna bütün hamısı alimlər ittifaq eləyirlər ki, bu qədəri baş verib. Elə bu qədər də bəs edir əzizlər.